Sonra burada gəlir Ümmü Sələmə hədisində deyir ki, radiyallahu anhə, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Sətəkunu umara, fəta'rifunu və tunkirun, fəmən arafə bəriyə, fəmən ənkərə səlimə, və ləkin mən radiyə və təbə, qalu, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, elə hakimlər olacaq ki, yəni xoşunuza gəlməyən hakimlər olacaq, yəni o mənada və dedilər ki, ya Rasulullah, bizə nə deyirsən? Onlara qarşı çıxaq, dedi, yox, ta o vaxta qədər ki, namaz qılırlar. Bu qeyd də mühümdir. Bu da şübhə eləyə bilər. Birinci xavaric deyir, bilsən o kim aiddir, namaz qılana. Birincisi, harada bilsən, namaz qılmır, məsələn, filan kəs. Bu özü ayrıca məsələdir. İkinci də, namaz, əgər namaz qəsd olunubsa, namaz, o namaz hansı ki, onu tərk eləyən kafir olur. O da inkar eləyən. Ne üçün onu deyirəm? Hakimə qarşı çıxanda təkfirində ittifaq olmalıdır. İxtilaflı məsələlə çıxmırsan. Başa düşdür, bu incəlikdir bu məsələdə. Namaz qılmayanda da tərkində nədir? İxtilafdır. Hətta alimlərin çoxsu namaz qılmayan kafiri görməyib. Özə belə məşhur alimlər bizdə. Ne üçün? Ona görə o birisi hədis oxuyuram. O birisi hədisdə gəlir ki, deyir ki, burada 9-cu hədisi məsələn, 9-cu hədisi, hətta məsələ aydın olsun deyə. Çünki 8-ci hədisdə də gəlir ki, ta namaz qılanacan. Ne üçün deyirəm ki, namaz əgər qılmırsa hakim, tərk eləyibsə, inkar eləyirsə, onda kafir olur, o da hüccət çatandan sonra. Məsələlər, qaydalar var. Belə deyib, burada deyir ki, namaz qılmır, deməli çıxaq zənnlə. Zənnən olmaz, yəqin olmalıdır və s. İkinci də hələm tərk eləyənə baxma lazımdır. Çünki ittifaq nədədir namazı tərk eləyəndə? İttifaq. İnkar eləyəndə. Burada 9-cu hədisdə Ubad ibn Samit deyir ki, radiyallahu anh, deyir ki, biz Peyğəmbər sallallahu aleyhi ve sellem beyyət elədik və sonra hədisin axırında gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yəni hakimə qarşı çıxmayın, yalnız o vaxt çıxa bilərsiniz. İllə ən tərəv kufran bavahən. Bu xurucun şərtləridir. İllə ən tərəv kufr, yəni küfür görəsən, tərəv. Yəni dəqiq olsun da, yəni zənnlə yox, ehtimalla yox. Yəni o mənada ki, dəqiq olsun, görmüsən. Kufran, bavah açıq aydın. Hansı ki, dəlillərdir və s. Əsasən, əyndakum minallahi fiyir buna və sizin dəliniz olsun buna. Ki, bu kafirdir və s. Şeyh bin Bazı deyəndə, dedi ki, Şeyh Rahimullah, burada o küfrü ki, hansı ki, ittifaqdır. İxtilaflı məsələdə yox. Ona görə o hədislər ki, var, ta namaz qılanacan. Yəni, elə çıxır ki, hədisdən, hakim əgər namaz qılmırsa, çıxmaq olar. Aydındır, yox. Orada hədisdə məna, yəni odur ki, çünki başqa hədisdən şərh olunur. Kufrun bavah, o vaxt olur ki, o küfür ki, hansı ki, ittifaqdır onda. İttifaqdır. Namaz qılmayan, namazı tərk eləyəndə də tənbəlliyindən ixtilafdır. İxtilafdır və söhbət burada gedir, inkar eləyən, heç vaxt qılmır və inkar eləyir. Və ona aiddir. Aydın oldu, qardaşlar. Bu bəzi faydalar idi.